Hörmətli izləyicilər, hamınız xoş görürsünüz. Aşağıda qiyməti görürsünüz ya yuxarıda. Bax, evin qiyməti odur. Çox sizə belə bir təhər gəldi. Bir dənə evə bax, qonaq otağında hörmətli izləyicilər. Vişnyovkadayıq, Alballıqda. Yəni Bilgək tərəf Vişnyovkasında, Alballıqda. 2 sotun içində 4 otaqlı, belə deyək də, bu qiymətə çox nadir halda olur. Gördünüz bu evi, bax, günü bu günləri zəng eləyin 070 858 31 44 gəlin götürün bu evi. Çünki bu qiymətə yəni dağılmayacaq. Qonaq otağında deməli əşyalar götürüləcək. Qalan otaqda əşyalar qalır. Qonaq otağı genişdir. Gəl. Deməli qonaq otağından qurtardıq. Təmirini gördünüz də. Evin içi qəşəng təmiridir. Çölü düzdür. Fasadına biraz əl gəzdirmək lazım. Görsədəcəm. Gəl bir dənə mətbəxinə baxaq. Bu giriş qapısıdır. Mətbəximiz. Bir dənə mətbəx mebelinə baxın, önünə qəşəngdir, səliqəlidir. Gördüyünüz hamısı qalacaq yəni. Kombisi buradadır. Kombisi buradadır. Döşəməsi laminatdır. Qiymət yəni ekranda gördüyünüz qiymətdir. Qonaq otağında əşyalar götürüləcək. Bax bura bir otaqdır, 4 otaqlı da, balaca otaqdır, deçik otaqdır yağın ki. Oranın polu laminatdır, buranın polu taxtadır. Radiatorları var. Vay, o çəkək bunu. Gəl. Ki, otağın birinə baxdıq, qonaq otağın. Bu yataq otağıdır, ikinci yataq otağıdır. Sonra, yəni dərhal zəng edin. Sanuzyıldır, super təmirlidir. Bir dənə o təmirinə bax. Özə istipol da bura. Türkiyənindir, hamısı baxıram. Yəni bu qiymətə olmayacaq. Gəlin, baxın. İnşallah beyivizi verin, gelin alqı-satqıya. Bu da 3-cü otaq, 3-cü yataq otağı. 3 yataq otağımız, bir qonaq otağımız. Mebellər ki qalacaq da görürsünüz. Qəşəng bax, stroyinli mebellərdir hamısı. Cüzi endirim olacaq, cüzi. Gəl indi mən sizə çölünü göstərəcəm. Bax, evimizin fasadı yoxdur. Hele evin içi, təmiri evin fasadı bax belədir. Yəni üstünə yəni remont lazımdır da, yəni emulsiya vurulmalıdır, ya nə maqlar, nə istəyirsiniz. Bu mənim fikrimdə bu sökülməlidir. Bu sökülməlidir, 2 sotdur. Buradan da keçmək olur arxasına, o tərəfdən də keçmək olur. Xırda belə işləri var da yəni. Bax. O vaxt navalça olmayıb, navalça vurmayıb. Buradan su tökülüb, buranın besesini biraz tam ətraflı çəkib göstərirəm ki, başqa soru-sual. Bu da həyətdəki sanuzyıldır. Qaz, su, işıq. Padvalın zirzəmsini, dərin zirzəmsi var. Yaşayışlı evdir, şəxsi tikili evdir. Özü üçün tikilmə. Buradan da keçmək olur arxasına. Yəni evdə yaşayış var da bir sözlə. Yəni bu şansı bırakmayın. Yoldan da Albalı, yoldan da ana yoldan Bilgək tərəfdən də 200-250 metr. Bu da giriş qapısıdır. Kim alsa Allah xeyir versin. Yox, ehtiyac yoxdur. Sağ ol.